Azərbaycanlı həyat yoldaşına görə ailəsini tərk etdi. Dünya işığına məhrum olan, gözlərinə şəfqət olan Çexiyalı qız Erika Hampel'dən sizə danışacağım. 22 il yarım yaşadık. Onu ben kolumda dolandırdım. Hiç kime ben koymadım. Hər şey Almanların SSR hücumundan sonra başlayıb. Həmin vaxt Azərbaycandan Sovet ordusu sıralarına cəhbəyə yollanan Əhəd Əliyev bir neçə il həm kəşfiyyatçı, həm də partizan kimi döyüşüb. Əhəd 1944-cü ildə Almanlarla qeyri-bərabər döyüşlərin birində minaya düşərək hər iki gözlərini itirib. Həmin vaxt xəstəxanada çalışan Erika Hampel Əhədin bədəndən qan içində olduğunu gördüyündən ona yardım göstərməyə başlayıb. Xəstəxanada bir-birlərinə vurulan, ailə quracaqları barədə and içən gənclər Azərbaycana, daha dəqiqəsi Naxçıvana birlikdə qayıdırlar. Biz birbirimizi çok sevdik. Onların bu izdivacdan 3 övladı dünyaya gəlib. Əhəd Əliyev 1970-ci ilin 17 oktyabr tarixində 49 yaşında ürək xəstəliyinə vəfat edib. Əhəddən sonra Erikaya evlilik təklifi gəlsə də o belə deyib. Ahad kimi dişinden sonra adam aradı da. Bunun bizde bir şey yoktu. 2007-ci ildə onun haqqında Səhra Gülü adlı film çəkilib. 2016-cı ildə isə Erika xanım Naxçıvanda vəfat edib.